Hər vaxtınız xeyir olsun yoldaşlar. Bugün biz sizlə 94 və 95-ci maddəni öyrənəcəyik. İlk öncə nəzərdə çatdığım şey, bu maddədən imtahanınızda mütləq sual düşür. Elə bir imtahan olmayıb ki, Milli Məclisin ümumi qaydasından və ya həll etdiyi məsələdən sual düşməsin. Ən pis halda minimum bir sual mütləq düşəcək. Normalda iki sual olur, yəni nəzərinizdə olsun. Milli Məclisin ümumi qaydası və həll etdiyi məsələ. İlk öncə gəlin bunlara baxaq. Bunların nə olduğuna dərk etməyə çalışaq. Milli Məclis iki istiqamətdə iş görür. Bir, ümumi qayda müəyyən edir. Bir də var həll etdiyi məsələ. Ümumi qayda nədir? Burada feil yoxdur. Yəni, bildiyiniz feil yoxdur. Ümumi qaydada, bax, 27 məsələ var. Bunlara dair Milli Məclis ümumi qayda müəyyən edir. Amma burada hərəkət yoxdur. Yəni, bu nə deməkdir? Kimsə kiməsə razılıq vermir, kimsə kiməsə təqdimat vermir, kimsə vəzifəyə təyin olunmur, kimsə vəzifədən azad olunmur, aydındır. Bunlar ümumi qaydanın içərisində yoxdur. Milli Məclisin həll etdiyi məsələnin içərisindədir. Milli Məclisin həll etdiyi məsələ nədir? Orada kimsə kiməsə razılıq verəcək, kimsə kimsə vəzifəyə təyin edir, azad edir, kiməsə təqdimatlar verilir, aydındır. O həll etdiyi məsələdir. Ümumi qayda adından da göründüyü kimi qaydalardır. Burada hərəkət yoxdur, feil yoxdur. İndi özünüz görəcəksiniz. Milli Məclisin aktları var. Bilirsiniz də hansı aktları var Milli Məclisin? Baxın. Konstitusiya qanunları, qanunlar və qərarlar var Milli Məclisdə. Və Milli Məclis ümumi qaydalarda qanun aktını qəbul edir. Sizin üçün bura qeyd eləmişəm. Ümumi qaydamız nə qədərdir? 27 deyil, həmin o 27 məsələ üzrə Milli Məclis qanun aktını qəbul edir. Məsələ bitdi. Oldu. Bax, ümumi qaydada qərar söhbəti yoxdur. Özünüzü çaşdırmayın. Ümumi qaydada qanun aktıdır. 27 məsələnin 27-si də qanun aktı ilə yoluna düşür. Daha sonra bu səs çoxluqlarının gələn mənasını bilək. Bax, yazırıq 63 səs çoxluğu, 83 səs çoxluğu. Bunları bilirsiniz nə deməkdir, yoldaşlar? Milli Məclisdə bilirsiniz ki, 125 deputat var, düzdür? Həmin o 125 deputatın müəyyən bir hissəsi, yəni misal üçün, belə deyək də, Milli Məclis referendumla bağlı ümumi qayda müəyyən etmək istəyir. Nə qədər deputat orada minimum razı olmalıdır? 83. Çünki bu 83 səs çoxluğu o deməkdir. Yəni o 125 deputatın 83-ü razı olmalıdır ki, Milli Məclis ümumi qayda müəyyən eləsin referendumla bağlı. Aydın oldu, səs çoxluğu mənasını bildiniz. Deməli, ümumi qaydada dedik ki, Milli Məclis hansı aktı qəbul edəcək? Qanun aktını. Burada yəni gördüyünüz 27 məsələnin 27-si də qanun aktı ilə müəyyən ediləcək. Daha sonra ikinci bir məsələ. Burada gördüyünüz bütün məsələlər 63 səs çoxluğu qanunla həll olunur. Baxın, Milli Məclisin ümumi qaydasında nə görürsünüz ha? 63 səs çoxluğu qanundur. 63 səs çoxluğu qanundur. Amma bizdə 3 məsələ var ki, burada 83 səs çoxluğu qanundur. Mən onu fərqləndirmişəm və rəngləmişəm. Bunlardan söhbət edirəm. Deməli, Milli Məclis ümumi qaydalarında prezident seçkiləri, Milli Məclisə seçkilər və deputatlarımızın statusu, bir də referendum. Bu üç məsələyə aid ümumi qayda müəyyən edəndə 83 səs çoxluğu qanunla müəyyən edəcək. Qurtardı getdi. Burada bir dənə 83-ü bilməlisiniz. Qanunu onsuz bilirsiniz. Hardan bilirsiniz? Çünki ümumi qaydada ancaq qanundur. Qərar aktı yoxdur. Aydındır. Deməli, ümumi qaydada 3 məsələmiz, bax bu 3 məsələmiz bizim olacaq 83 səs çoxluğu qanunu. Bunlar əzbər olunmalıdır mütləq. Gəlin digər variantlara baxaq. Məhkəmə quruluşu, hakimlərin statusu, prokurorluq, vəkillik, notariat, 63 səs çoxluğu qanun aktı ilə. Bəs siz hardan bilirsiniz ki, bu ümumi qaydadır? Axı burada hərəkət yoxdur. Fikrim çatdı. Kimsə təyin eləməyəcək, razılıq verməyəcək, təqdimat yoxdur. Buradan o dəqiqə bilmək lazımdır ki, bu ümumi qaydadır. Məhkəmə icraatı, məhkəmə qərarlarının icrası, bələdiyyədə seçkilər, bələdiyyənin statusu. Baxın, bunlara sual versəz, ancaq nə sual vermək olur, düzdür? Fövqəladə vəziyyət rejimi, hərbi vəziyyət rejimi, dövlət tərtifləri, fiziki və hüquqi şəxslərin statusu, nə? Mülki hüquqi obyektlər, nə? Əqdlər, mülki müqavilə, nümayəndəlik, vərəsəlik, nə? Aydındır. Hərəkət var, yoxdur. Bunlarla da bağlı Milli Məclis ümumi qayda müəyyən eləyirsə əgər hansı səs çoxluğu, hansı akt olacaq? 63 qanun olacaq da, aydındır. Niyə? Çünki bu üç məsələ 83 səs çoxluğu qanundur, əzbər bildiniz. Yerdə qalan 63 qanundur. Gəlin davamlarına baxaq. Mülkiyyət hüququ.
dövlət xüsusi bələdiyyə mülkiyyət hüququ rejimi, əqli mülkiyyət hüququ, digər əşya hüquqları, öhdəlik hüquqları fikir versiniz, hamısının sualı bir dənədir. Nə? Ailə münasibətləri, o cümlədən himayəçilik və qəyyumluq, maliyyə fəsadların əsasları, vergilər, rüsumlar, ödənişlər, aydındır. Əmək münasibətləri və sosial təminat. Nə? Bir dənə hərəkət gördünüz burada? Yox. Müdafiə, hərbi qulluq, dövlət qulluğu. Bax, dövlət qulluğuna imtahan verirsiniz işə qəbul prosesi ilə bağlı. O imtahan öz-özünə kəşf olunmayıb ki, Milli Məclis onunla bağlı ümumi qayda qəbul edibdir. Hansı səs çoxluğu, hansı aktla? 63. Yazmışam qarşısında 63, 63 ilə hamısına aiddir burada. Aydındır. Təhlükəsizliyin əsasları, ərazi quruluşu, dövlət sərhəd rejimi, rabitə, nəqliyyat, gömrük, statistika, görürsüz də, ticarət işi, birja fəaliyyəti, mühasibatlıq, sığorta, bank işi. Bunlarda bir hərəkət var? Yoxdur. Ancaq nə sualına cavab verir? Deməli, müəllim sizə hərəkət olmadığını bildirmək o demək deyil ki, siz bunları oxuyub öyrənməyəsiniz. Görürsüz, mən hamısına bir-bir toxundum. Heç olmasa dinləyib yadınızda qalsın. Siz də mütləq oxuyun ki, testlərdə qarşınıza çıxanda seçə biləsiniz. Sadəcə praktiki, belə deyək də, şablon formada yadınızda qalsın ki, Milli Məclisin ümumi qaydasında qanun aktı qəbul olunur və orada hərəkət yoxdur. Gördüyünüz kimi hərəkətsizlikdir. Amma iki məsələdə hərəkət var və ümumi qaydaya aiddir. Mən bunu burada fərqləndirmişəm ki, siz çaşmayasınız. Birdən bu hərəkəti görərsiniz, deyirsiniz, bu həll etdiyi məsələdir Milli Məclisin. Xeyr, ümumi qaydadır. Cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin edilməsi. Görsüz hərəkət var, feil. Bu Milli Məclisin ümumi qaydasıdır, amma baxmayaraq ki, hərəkət var. Bir də beynəlxalq müqavilənin təsdiqi və ləğvi 63 qanun. Aydın oldu. Bu nə oldu? Milli Məclisin ümumi qaydasıdır. Diqqətli olun. Baxmayaraq ki, hərəkət var. Qurtardı getdi. Ümumi qaydada Milli Məclis qanun aktını qəbul edir. Gördüyünüz məsələlər də 63 qanunla qəbul olunur. Bir dənə bu üç məsələ əzbər, 83 çoxlu qanundur. Bunu bilirsiniz. Burada nə deyir bizə? Deyir bu maddənin 2, 3, 4-cü bəndlərində göstərilən məsələlərə dair qanunlar qəbul olunur 83 səs çoxluğuyla. Qalan məsələlərə dair də 63 səs çoxluğuyla qanunlar qəbul olunur. Yəni mənim dediyimi deyir də deyir bu 2, 3, 4-ə dair 83 səs çoxluğu qanundur. Qalan məsələlər 63 səs çoxluğu qanundur. Bunu bilirsiniz. Bəs mən birdən bura neysə əlavə eləmək istəyirəm. 27 deyil. Bunu 28, 30, 31 yəni artırmaq istəyirəm də üz aşağı əlavə edib aparmaq istəyirəm nələrsə. Bu maddənin birinci hissəsinə əlavə hansı aktla olunacaq? Konstitusiya qanunu ilə yadda saxlayın. Bax qanunla yox, konstitusiya ilə yox. İkisi bir yerdə. Konstitusiya qanunu ilə. Oldu? Deməli, Milli Məclisin ümumi qaydasına neysə əlavə eləmək istəyirəmsə, hansı aktla edirəm? Konstitusiya qanunu. Ümumi qayda rahatdır, getdim. Keçirəm Milli Məclisin həll etdiyi məsələyə. Təkrar-təkrar bax deyirəm hansısa. Ümumi qaydada Milli Məclis hansı aktı qəbul edir? Qanun aktını. Bəs Milli Məclis həll etdiyi məsələdə hansı aktını qəbul edir? Həm qanun yazılıb, həm qərar. Deməli, Milli Məclis həll etdiyi məsələdə qanun aktını da qəbul edir, qərarı da qəbul edir. Bəs müəllim, bunları mən necə aid eləyəcəm? Milli Məclisin həll etdiyi məsələdə ilk beşlik var. Ekranda gördüyünüz bu ilk beşlik qanun aktı ilandır. Yerdə qalan məsələlər artıq qərardır. Aydın oldu? Ona görə bu ilk beşliyi əzbər bilmək lazımdır ki, ilk beşlik 63 səs çoxluq qanun olduğunu siz biləsiniz. Yerdə qalan məsələlərin də qərar olduğunu biləsiniz. Bunlarda qanun qərar ciddi rol oluyor. Diqqətli olun. Deməli, Milli Məclis işinin təşkili, baxın, bayaq dediyimi həll etdiyi məsələdə hərəkət var. Görürsünüz, burada hərəkətli işini təşkil edir. Prezidentin təqdimatı ilə diplomatik nümayəndənin təsis edilməsi. Bax, mənim dəyərli dostum, gözəl dostum, diqqətlə qulaq as. Diplomatik nümayəndənin təsis edilməsi, təsis, təltif yox. İmtahanda yazmışdı bir dəfə təltif. Təltif prezidentə aid olan bir şeydir. Prezidentin səlahiyyətidir. Təsis edilmə Milli Məclisə aiddir. Aydın oldu? Yəni eyni zamanda burada hərəkəti də gördün. İnzibati ərazi bölgüsü, ərazini bölürsüz, hərəkətdir. Dövlətlərarası və Azərbaycan Respublikası qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi, prezidentin təqdimatına əsasən dövlət büdcəsinin təsdiq edilməsi, onun icrasına nəzarət.
Aydındır. Bax bu 5 məsələdə gördünüz də, nə isə təsis eləyir, təsdiq eləyir, nəzarət eləyir. Yəni hərəkət var konkret. Bu Milli Məclisin həll etdiyi məsələdir. 63 səs çoxluğu qanun aktı ilə. Aydındır. İlk beşlik qanun aktıdır, əzbəri bilin. Səs çoxluğunu yazmışam bura 63-dür. Qurtardı getdi. Bax, beşlikdən sonra gələn məsələlər var ha. Bunların hamısında artıq qərar haqqıdır. Biraz səs çoxluğunda dəyişiklik var. Onu da mən burada qeyd eləyəcəm. Siz də özünüzdə qeyd etsəz, lap əla olacaq. Keçdik bura. Deməli, nəzərinizə xırda bir şey çatdırım. Milli Məclisin həll etdiyi məsələdə normal səs çoxluqları 63 səs çoxluğudur. Amma iki fərqli səs çoxluğu var. 283 var, 195 var. Bax, 83-ün biri budur. Burada öyrənəcəyik. 6-cı bənd. Prezidentin təqdimatı ilə insan hüquqları üzrə müvəkkilin seçilməsi. Bax, bu yerə xüsusi diqqət göstərdim. Görürsüz, altından bu qədər xətt çəkmişəm, burada rəngləmişəm. Niyə? Çünki imtahanda bunu bəzən prezidentin təqdimatı ilə insan hüquqları üzrə müvəkkilin təyin edilməsi yazırlar. Təyin edilmə deyil, seçilmədir. Yadda saxlayın. Və prezident Milli Məclisə təqdimat verir. Milli Məclis İnsan Hüquqları üzrə Müvəkkili, yəni ombudsmanı hansı səs çoxluğu, hansı aktla seçir? 83 səs çoxluğu qərarla. Bizim 83-ümüzün biri budur. Aydın oldu. Daha sonra yerdə qalanlar görürsüz, bax 63 qərar, burada nə görürsüz hamısına aiddir də. Hansısa səs çoxluğu əgər nəyinsə qarşısında bax belə ayrıca yazmışamsa, deməli bu birbaşa buna aiddir. Deməli, prezidentin təqdimatına əsasən hərbi doktoranturanı təsdiq edir Milli Məclis. Hansı səs çoxluğu, hansı aktla? 63 səs çoxluğu qərarla. Artıq burada heç qanundan danışa bilmərəm. Düzdür? Çünki qanun nə idi? Bax, mənim ilk beşdiyim qanun idi. Ha, diqqətli ol. Daha sonra baxıram 8-ci bəndə. Bu konstitusiyada nəzərdə tutulmuş hallarda prezidentin fərmanlarının təsdiqi. Milli Məclis prezidentin fərmanını təsdiq eləyir. 63 səs çoxluğu qərar aktı ilə. Qurtardı getdi. Bir də bu konstitusiyada prezidentin hansı fərmanı nəzərdə tutulub? Fövqəladə və hərbi vəziyyətlə bağlı yadda saxlayın. 9-cu bənd. Baş nazir. Dəfələrlə danışdığımız məsələ. Prezidentin təqdimatına əsasən Azərbaycan Respublikası Baş nazirin vəzifəyə təyin edilməsinə razılıq verilməsi. Hansı səs çoxluğu, hansı akt olacaq? 63 qərar. Diqqətlə qulaq asın mənə. Baş naziri təyin edən prezidentdir. Burada da yazdığı kimi. Prezident təqdimat verir Milli Məclisə ki, sən mənə razılıq ver. Milli Məclisdə prezidentin razılığı 63 səs çoxluğu qərarla verir. Və çox diqqətlə mənə qulaq asın. Milli Məclis ümumiyyətlə kiməsə, yəni prezidentə razılıq verir də, razılıq verirsə, Milli Məclisin razılığı həmişə 63 səs çoxluğu qərardır. Başqa söhbət ola bilməz. Oldu? Bir də deyirəm. Milli Məclisin razılığından söhbət gedirsə əgər, 63 səs çoxluğu qərarla o razılığı verir. Bu belə. Baş nazirin təyin edilməsini bildik. Baş naziri təyin edən prezidentdir. Milli Məclisin razılığı ilə. Milli Məclisin razılığı 63 səs çoxluğu qərardır. Amma çox diqqətli olun. Baş nazir vəzifədən azad olunanda prezident özü azad edir baş naziri. Milli Məclisdən razılıq almır. Baş naziri prezident özü vəzifədən azad edir. Milli Məclisdən razılıq almır. Uşaqlar, mənim sevdiyim, dəfələrlə sizlərlə bölüşdüyüm kod. Bax 10. Nə deyir mənə? Prezidentin təqdimatına əsasən Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apellyasiya Məhkəmə hakimlərinin təyin edilməsi. Buna mən kod olaraq nə demişəm? AK hakimləri deyirik də biz, düzdür? Bax AK. Aşağıda da yenə qeyd eləmişəm sizin üçün. Ali Məhkəmə, Konstitusiya Məhkəmə, Apellyasiya Məhkəməsi. Bu üç məhkəmə hakimini kim təyin edir? Milli Məclisdə. Çünki biz Milli Məclisin səlahiyyətini öyrənirik, düzdür? Kimin təqdimatı ilə? Prezidentin. Deməli, prezident təqdimat verir Milli Məclisə. Milli Məclis Ali Məhkəmə, Konstitusiya Məhkəməsi və Apellyasiya Məhkəməsi bu üç məhkəmə hakimini təyin edir. Hansı səs çoxluğu, hansı ilə? 63 səs çoxluğu qərarla. Qurtardı getdi. Aydın oldu. Və əlavə məlumat olaraq da nəzərinizə çatdırım. Prezidentin səlahiyyətində biləsiniz. Bu AK-dan başqa, yəni Ali Konstitusiya Apellyasiya Məhkəməsindən başqa məhkəmələrimiz də var axı. Onların hakimini bəs kim təyin eləyir? Onları prezident özü təyin edir. Yadda saxlayın. Keçdim 11-ci bəndə. Baş prokuror söhbətinə. Azərbaycan Respublikası prezidentin təqdimatına əsasən baş prokurorun vəzifəyə təyin və vəzifədən azad edilməsinə Milli Məclis razılıq verir.
Deməli, baş prokuroru vəzifəyə təyin edib, vəzifədən azad edən prezidentdir. Həm vəzifəyə təyin edəndə, həm vəzifədən azad edəndə prezident Milli Məclisdən razılıq alır. Aydın oldu? Çox diqqətli olun. Bəs bunun səs çoxluğu aktı nədir? Demişdim axı Milli Məclis razılıq verirsə nə olacaq? 63 qərar. Dediyim kimi, bax burada fərqləndirdiklərim səs çoxluqları düz qarşıdakılara aiddir. Amma belə ümumi yazmışamsa, bilin burada nə varsa ona aiddir. Deməli biz dedik ki, baş prokuroru vəzifəyə təyin edən, vəzifədən azad edən prezident özüdür. Amma prezident baş prokuroru vəzifəyə təyin və azad eləyəndə kimdən razılıq alacaq? Milli Məclisdən. Milli Məclisin razılığı nə olacaq? 63 səs çoxluq qərar aktı ilə razılıq verəcək. Baş nazirdə necə idi? Baş nazirdə təyin eləyəndə razılıq alırdı. Azad eləyəndə razılıq almırdı. Siz icra hakimiyyətini keçmisiniz. Bilirsiniz ki, prezidentin impeachment qayda vəzifədən kənarlaşdırılması var. Düzdür? Bunu bilirsiniz artıq. Ağır cinayət törədəndə. Şu, burada nə yazıb ki, Konstitusiya Məhkəməsinin təqdimatına əsasən prezident impeachment qayda vəzifədən kənarlaşdırılır. Bunu Milli Məclis eləyir. Hansı səs çoxluğu, hansı aktla qarşısında yazılıb? 95 səs çoxluq qərar aktı ilə. Qurtardı getdi. İndi hakimlərin vəzifədən kənarlaşdırılmasına gəlin baxaq. Aydın oldu? Yuxarıda mən sizə qeyd etdim. Bax elə burada indicə öyrəndik. Milli Məclis dedim. Hansı məhkəmə hakimini təyin eləyir? Dedik ki, prezidentin təqdimatına əsasən AKANı. Bax bu AKA deməkdir. Baxın, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Apellyasiya Məhkəməsi. Prezident təqdimat verir. Milli Məclisdə bu üç məhkəmə hakimini 63 səs çoxluğu qərarla vəzifəyə təyin edir. Yerdə qalanları da prezident təyin edirdi. Hakimlərin də vəzifədən kənarlaşdırılmasını Milli Məclis kənarlaşdırır. Həm prezidentin təyin etdiyi məhkəmə hakimini, həm özünün təyin etdiyi məhkəmə hakimini Milli Məclis vəzifədən kənarlaşdırır. Gəlin görək bəs özünün təyin etdiyini hansı səs çoxluğu ilə, prezidentin təyin etdiyini hansı səs çoxluğu ilə. Deməli Milli Məclis, bax 13-cü bəndə baxın, prezidentin təqdimatına əsasən hakimi vəzifədən kənarlaşdırır. AKA hakimlərini, AKA nədir? Təkrar-təkrar, bax 50-60 dəfə deyirəm ha burada. Ali, Konstitusiya və Apellyasiya məhkəmə hakimlərini 83 səs çoxluğu qərarla kənarlaşdırır. Digər məhkəmə hakimlərinin 63 səs çoxluğu qərarla. Bu 83 səs çoxluğu qərar nə deməkdir? Yəni özünün təyin etdiyi məhkəmə hakimlərini 83 ilə digər məhkəmə hakimləri dediyi nə idi? Bu digər məhkəmə hakimlərini kim təyin edirdi? Prezident. Prezidentin də təyin etdiyini 63 səs çoxluğu qərarla Milli Məclis nə edir? Vəzifədən kənarlaşdırır. Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi. Milli Məclis bu o deməkdir ki, Milli Məclis Nazirlər Kabineti qarşısında özünü doğrultmalıdır. Yəni güvənini doğrultmalıdır. Etimad məsələsi o deməkdir. Etimad məsələsinin həll edilməsi. Səs çoxluğu aktı 63 qərar. 15-ci bənd 2024-ün fevralın qəbuludur. Çox diqqətli olun. Prezidentin təqdimatına əsasən Milli Məclis Mərkəzi Bankın İdarə Heyəti üzvlərini vəzifəyə təyin vəzifədən azad edir. Aydın oldu. Bax, Mərkəzi Bankın sədrini yox ha dostum, bax çox diqqətli ol. Mərkəzi Bankın sədrini təyin edib azad edən prezidentin özüdür. Mənə deyir Mərkəzi Bankın İdarə Heyəti üzvlərini. Aydın oldu. Onları vəzifəyə təyin edib vəzifədən azad edən kimdir? Milli Məclis. Kimin təqdimatı ilə? Prezidentin təqdimatı ilə. Səs çoxluğu aktı da bax budur. 63 səs çoxluğu qərar aktı ilə. 16-cı bəndə baxıram. Prezidentin təqdimatına əsasən silahlı qüvvələrin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verməsi. Prezident Milli Məclisə təqdimat verir və deyir silahlı qüvvələrin təyinatı ilə bağlı olmayan vəzifəsinin icrasına cəlb edilməsinə bağlı mənə razılıq ver. Milli Məclisin həll etdiyi məsələdir də bu. Milli Məclisdə səs çoxluğu və aktı nədir? 63 səs çoxluğu qərar. Demişdim sizə, razılıq söhbəti görsəz, düşünməyə ehtiyac yoxdur. 63 səs çoxluğu qərardır. 17-ci bəndə çox-çox xüsusi diqqətlə yanaşırsınız. Bayaqdan Prezident Milli Məclisə ancaq təqdimatlar verildi. Özünüz yerində oxuyanda görəcəksiniz. Bir dənə bu 17-də Prezidentimiz Milli Məclisə müraciət edir. Bax gördünüz, müraciət. Deməli, prezident Milli Məclisə müharibə elan edilməsi və sülh bağlanması ilə bağlı müraciət edir ki, razılıq versin. İndi inşallah sizə prezidentin səlahiyyətini çəkəndə görəsiniz. Çox diqqətli olun. Müharibəni elan edən və sülhü bağlayan prezidentdir.
oldu. Müharibə elan edən və sülh bağlayan kimdir? Prezidentdir. Amma prezident bunu tək eləmir. Milli Məclisə müraciət edir ki, mənə razılıq ver. Milli Məclisin razılığı 63 səsli qərardır. Referendumun təyin edilməsi. Referendumla bağlı bir dənə də məsələ var. Ümumi qaydadadır. Gəlin tez göstərək sizə onu. Milli Məclisin ümumi qaydasında nə yazılıb? Tək referendum sözü. Bunlar oxşuyur axı bir-birinə. Tələbənin yadında qalır. Biri var tək referendum, biri var referendumun təyin edilməsi. Tək referendumda hərəkət görürsüz? Yox. Deməli, Milli Məclisin ümumi qaydasıdır. 83 səs çoxluğu qanundur. Düzdür? İlk bu üçüncüsündədir də. Biri də var referendumun təyin edilməsi. Və referendumun təyin edilməsi Milli Məclisin səlahiyyəti oldu. 63 səs çoxluğu qərardır. Qurtardı getdi. Amnistiya. Bir dənə bu amnistiyaya diqqətlə yanaşın. Çünki amnistiya hərəkət yoxdur. Sizə elə gəlir. Əslində mənası hərəkət deməkdir. Düşünərsiniz ki, birdən ümumi qaydadır. Xeyr, amnistiya ümumi qayda deyil. Amnistiya nədir? Milli Məclisin həll etdiyi məsələdir. 63 səs çoxluq qərarlandı. Sonuncu bənd bələdiyyə hesabatlarının dinlənilməsi. Milli Məclis bələdiyyə hesabatını dinləyir, 63 səs çoxluğu qərarla. Tartı getdi. Bu 63 səs çoxluğunda mənasının nə olduğunu sizə dedim. Yəni Milli Məclis bu məsələləri həll eləyir və bu məsələni həll eləmək üçün 125 deputatdan minimum 63-ü razı olmalıdır. Aktı da qərar aktıdır. Всё. Bir dənə də gəlin buralara baxaq. Bizə deyir bu maddənin 1-5-ci bəndində göstərilən məsələlərə dair 63 səs çoxluğu qanunlar. Gəlin sizlə birlikdə baxaq. Bax, söhbət buradan gedir də. Deyir bu maddənin, təkrar bir dənə də sizin üçün deyirəm, 1 və 5-ci maddəsində göstərilən məsələlərə dair qanunlar, rəngləmişəm, bura əzbər, bunlar qanundur, aydın oldu. Yerdə qalanlar da qərardır. Konstitusiyada başqa qayda nəzərdə tutulmayıbsa, eyni qaydada qərarlar, yəni qalan məsələlər üzrə aydındır. Buna lap diqqətlə yanaşırsınız da. Bax, çox diqqətli. Dəfələrlə qəbula düşmüş yerdir. Tələbəni qəşəng çaşdıra bilirlər. Milli Məclis səlahiyyətlərinə aid edilən digər məsələlərə, yəni Milli Məclisin yuxarıdakı səlahiyyətlərindən başqa səlahiyyətləri də var. Aydın oldu, onu deyir. Milli Məclis işinin təşkili ilə əlaqədar məsələlərə, münasibətlərin bildirilməsi zəruri olan məsələlərə dair də qərar aktını qəbul edir. Deməli, diqqətlə qulaq asın. Bax burada. Milli Məclis işinin təşkili ilə əlaqədar məsələdə hansı aktı qəbul elədi? Qərar. Bir daha deyirəm. Milli Məclis işinin təşkili ilə əlaqədar məsələlərdə hansı aktı qəbul elədi? Qərar aktını. Burada səs çoxluğu yoxdur ki, diqqətli olun. Biri də var, bax, bununla qarışdırmayın ha. Milli Məclisin işinin təşkili. Aydın oldu. İşinin təşkilində bəs hansı aktı qəbul edir Milli Məclis? Qanun aktını. İlk beşlikdir. Ola bilər biraz başınız qarışar, amma rekorda təkrar baxsanız qarışmayacaq inşallah. Milli Məclis işinin təşkili desə, deyəsiniz müəllim, qanun aktıdır. Amma birdən qayıdıb sizə deyər ki, işinin təşkili ilə əlaqədar məsələ, onda qərar aktı olacaq artıq. Oldu. İşinin təşkili qısa bir şeydir, qanun aktıdır. Amma işinin təşkili ilə əlaqədar məsələ artıq qərar aktı olacaq. Qanun yox. Bax, bu yerə diqqət edin. Çünki oxşuyur bunlar bir-birinə. İmtahanda səhv sala bilərsiniz. Bir də dostlar, bu maddəyi də artırmaq istəsəm, yəni 20 deyil, 21, nə bilim 22, belə artırıb getmək istəsəm, əlavə eləmək istəsəm, necə eləyəcəm əlavəni? Konstitusiya qanunu şəklində mən Milli Məclisin həll etdiyi məsələyi əlavə eləyə bilərəm. Bu qədər. Burada yəni elə çətin bir məsələ yoxdur. İndi gəlin bir dənə də başdan sizə çətin gələ biləcək deyək. Burada bir dənə niyə yadda saxlamaq lazım idi? Bir dənə bilmək lazımdır ki, əsas məsələlərdən biri. Milli Məclis ümumi qaydada qanunu qəbul edir. Yəni 27 ümumi qaydası üzrə
qanunla ümumi qaydanı müəyyən edəcək. Akt olaraq qanundur. Gördüyünüz məsələlər 63 səs çoxluğu qanundur. Bir dənə bu üçün əzbər qəşəng bilmək lazımdır ki, bu üçü 83 səs çoxluğu qanundur. Yerdə qalan gördükləriniz 63 səs çoxluğu qanundur. Bir də bu ikisini əzbər qəşəng bilməlisiniz ki, bunların hərəkət olub, amma eyni zamanda hərəkət olmağına baxmayaraq ümumi qaydaya aid olduğunu biləsiniz. Qurtardı getdi. Bir də bu ümumi qaydaya nə isə əlavə etmək istəyirəmsə, hansı aktla eləyəcəm? Konstitusiya qanun aktı ilə. Vsyo. Həll etdiyi məsələdə bilməlisiniz ki, həm qanun aktı var, həm qərar aktı var və ilk beşliyin 63 qanun olduğunu bilməlisiniz, əzbər. Yerdə qalan məsələlər qərardır. Daha sonra həll etdiyi məsələdə fərqlənmək üçün burada 2 ədəd 83 səs çoxluğu var, 1 ədəd 95 səs çoxluğu var. Yəni Milli Məclis həll etdiyi məsələdə o 83-ün biri nədir? Ombudsmanın seçilməsi 83 səs çoxluğu qərardır. O biri 83-ün biri nədir? Ali Konstitusiya Məhkəmə hakimləri Milli Məclis tərəfindən vəzifədən kənarlaşdırılması 95-də impeachment qayda. Tardı getdi. Qalanlar da 63 qərardır. Yəni burada elə çətin bir şey yoxdur. AK hakimlərdə necə təyin olunur? 63 səs çoxluq qərardan. 10-cu bənd. Təyin olunmağı 63 səs çoxluq qərardır. Bu qədər. Bir də bax təkrar da bu yeri deyirəm. Burada bir dənə diqqət göstərməlisiniz. Milli Məclis işinin təşkili ilə bağlı qanundur. Amma işinin təşkili ilə əlaqədar məsələ qərardır. Diqqətli olun. Bu qədər yoldaşlar, sizə uğurlar, inşallah yaxşı olar.